mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordunda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Hoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və 10 intellektualımız. Hoş gördük sizləri. Bildiyiniz kimi biz yeni mövsümdən, bu mövsümdən artıq yenidən universitetlər arası yarışmaya fasilə verib, onu dayandırıb, yenidən bizim istənilən gəncimizlə oyun keçirmək şansı əldə eləmişik. Ona görə də biz yenidən orta məktəb şagirdləri, institut tələbələri, universitet tələbələri, kimlər istəyirsə bu yarışmamıza artıq yenidən qatıla bilərlər. Bu da xoşdur və gördüyünüz kimi yenidən biz yeni bir sanki məkan təzələnib, yeni bir ab-hava, yeni intellekt qalası, qala divarları biraz da möhtəşəm olub və buna görə biz yenidən Gənclər və İdman Nazirliyinə buradan xüsusi salamlarımızı, minnətdarımızı və çox sağ olumuzu göndəririk alqışlarınızla. Təbii daim verişin yanında olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığımızı bildiririk. Təhsil Nazirliyinə çox sağ ol deyirik və Azərbaycan televiziyasına, Azərbaycan radio və televiziya verişləri qapalı səhmdar cəmiyyətinə ki, bunlar bizim gənc intellektuallarımızın ziyasını, işığını bütün dünyaya yüksək peşəkar səviyyədə yayır. Hər birinə salam deyirik, alqışlayırıq və sağ olun deyirik. Və bilirsiniz, oyunumuzun şərtləri dəyişməyib. Oyunumuzun şərtləri ilə tanışsınız, oyunu izləmişsiniz. Mən Azərbaycanlıyam.az saytına daxil olub daha ətraflı məlumat ala bilərsiniz. 3 mərhələdən ibarət oyunumuz bilirsiniz. Birinci mərhələdə mən Azərbaycanın dilbər gürçələrinə aid bir sual səsləndirirəm. Sual səslənəndən sonra vaxt getdi deyirəm. Vaxt getdi deyəndən sonra siz studiyada bir zil səsi eşidirsiniz. Həmən bu səsi eşidirsiniz və ondan sonra qarşınızdakı bəyaz düymələrə
toxunmaqla öz cavab vermək hüququnuzun olduğunu ya gecikdiyinizi bildirirsiniz. Yəni qarşınızdakı düyməyə toxunursunuz, kimin qarşısında fənər işıqlansa, o artıq cavab vermək hüququ qazanır. Və suala düzgün cavab verəndən sonra isə artıq oyunçuya çevrilir və həmin oyuncu üçün ikinci mərhələ başlayır və 9 sualımız var. 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzu mütləq dəyişməlidir, bu əsas şərtdir. Və 2 köməyiniz olacaq salda. 9 suala düzgün cavab verəndən sonra isə final. Finalda da təbii uğurlar arzulayırıq və bizim artıq həmin günün qalibi seçiləcək. Bura kimi hər şey aydınsa, tamaşaçılarımızı çox intizarda qoymayayım. Sizlərlə Azərbaycan televiziyasının tamaşaçılarını tanış edirəm. Diqqət, tanışlıq. Toğrul Dadaşlı. Aysel Ələkbərzadə. Agil Qəmbərli. Gülnaz Quliyeva. Soltan Əzimov. Ayaz Tomuyev. Nurlana Hüseynova. Murat Rüstəmli. Nərmin Əbilova və Samir Babayev. Sizin hər birinizə uğurlar arzulayıram və hər birinizi, yəni bu yarışmaya artıq düşmüsünüzsə, artıq qalibsiz və sadəcə intellektual oyunun qalibləri hər birinizi ən azı finalçı görmək istəyirəm. Diqqət! İndi isə sizlər üçün seçim turunun ilk sualını səsləndirirəm. Diqqət! Azərbaycan Respublikasının ucqar şimalında yerləşən inzibati rayonumuz. Vaxt getdi. Vaxt getdi və Samir Babayev. Mənim fikrimcə bu Balakən rayonudur. Balakən tamamilə doğrudur, bəli, Balakən. Samir Babayev. İlk yarışında, ilk yelek savaşında. Balakən rayonu Azərbaycanın ucqar şimalında yerləşən ən gözəl rayonlarımızdan biridir. Həm insanları ilə, əhalisi ilə hər tərəfli gözəlləşən və saat gözəlləşən rayonlarımızdan biridir. Baxaq Balakənə. Balakənə kiçik qıya bir səyahət elədik. Tamaşaçılarımız səni daha yaxından tanısınlar. Buyur, özün haqqında ətraflı məlumat ver. Babayev Samir, 11-ci sinifdə oxuyuram. Elə birdən-birə 11-ci sinifə gəlmişsən, yoxsa 1-ci sinif olub, sonra hansı məktəbdə oxuyursun? 114 nömrəli tam orta məktəb. 114 nömrəli tam orta məktəb. Hardadır bu? O, Suraxan rayonunda. Suraxan rayonu. Əmircan qəsəbəsi. Suraxan rayonu. Belə ümumiyyətlə marağın, həvəsin nədir? Məsələn, idmana, rəssamlığa, şeir yazmağa. Futbola marağım var. Futbola marağın var. Bəli. Baxmağa yoxsa oynamağa? Oynamağa. Oynaya bilirsən. Bəli. Lap yaxşı. Neçə nömrə oynayırsan adətən oynayanda? Polzaşita 7 nömrə. 7 nömrə. Bəli. Qohumluq, mən də 7 nömrə oynamışam. Amma o sağ kənar üzümçüsüdür o. Bizim vaxtımızda Kazbek Toayev oynayırdı, hamımız özümüzü ona oxşadırdıq. Belə, Samir, darıxmırsan. Bu mərhələdə artıq 9 suala cavab verməlisən. 3 sualdan bir mövzunu dəyişəcəyik. Mövzularımız da dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçimimiz? Tarix və etnografiya. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Samirlə oyunumuzu başlayırıq. 662-ci ildə baş vermiş bu döyüşdə Alban hökmdarı Cavanşir Xəzərliləri məğlub etdi. Bu hansı döyüş idi? Vaxt getdi. Kömək istəyirəm. Kömək istəyirik. Bəli. Belə,
Samir, adam ürəyə sırdı oradan. Baxın, zalın demək olar ki, 90% bilir. Nə gözəldir. Təbii intellektuallarımız özləri cavab verə bilməzlər deyə onlar əl qaldıra bilmirlər. Buyur, seç. Eyvəzadə Ləman. Kim? Buyursun. Eyvəzadə. Buyurun, gəlin irəli. Buyurun. Eyvazadə Ləman 11-ci sinif şagirdi. Mənim fikrimcə bu sualın cavabı Gürçay sahilində döyüşdü. Kür çayı Bəli. sahilində döyüş, deyir Ləman xanım. Qəbul edirəm. Ha belə bu cavabı qəbul etmək. Edirsiniz? Bəli. Etdiniz qəbul. Onda Ləman xanıma da alqışlar. Alqışlar elə sağ ol Ləman. Düzdür. Düzdür. Növbəti sualımız, ikinci sualımız tarix və etnografiya mövzusunda. Mərzban İbn Məhəmməd, Əbülhica, Şəmsəddin Eldəniz. Bu hökmdarları birləşdirən cəhət nədir? Sual aydındır. Bəli. Vaxt getsin, Vaxt getməsin. getməsin. Yeni bir dövlətin başçıları olmuşlar. Yeni bir Hamısı bir dövlətin dövlət yaradıb. yaradıblar, əsasını qoyublar. Düzdür. Düzdür. Tarix və etnografiya mövzusunda üçüncü sualımız. Diqqət. 1763-cü ildə Fətəli xan Əfşar əsir alındıqdan sonra Urmiya xanlığını kim idarə etməyə başladı? Sual aydındır. Bəli. Vaxt getdi. Fətəli xan Əfşar əsir alındıqdan sonra Kömək götürmək istəyirəm. kömək götürürük. Buyur seçim, bax, seç 3-4 variant var, hansını seçirsən? Oğlan cavab versin. Elton Abdullazadə. Buyur, gəl irəli. Elton Abdullazadə, Humanitar Fənlər Təmayül Məktəb Liseyin 11-ci sinif şagirdi. Mənim fikrimcə cavab Rüstəm bəy Əfşardır. Eltun. Bəli. Rüstəm bəy Əfşar dedi. Rüstəm bəy Əfşar, bu variantı qəbul etməyə Qəbul yetməmək sənin ixtiyarını qəbul edirsən. Eltun burada deyəndə artıq zalın 90% başından belə elədi. Hamı bilirmiş. Alqışlar düzdür, tamamilə doğrudur. Rüstəm bəy Əfşar, sağ ol. Eltun sağ ol. Belə, Samir. Biz artıq mövzunu dəyişməliyik. Buyur, mövzu seçimi. Coğrafiya. 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 Bəli. Coğrafiya mövzusu ilə biz Samirlə oyunumuzu davam etdiririk. Coğrafiya mövzusunda birinci sualımız belədir. Həm Arazın, həm də Kürün sağ sahilində yerləşən düzənlik hansıdır? Vaxt Vaxt getməsin. getməsin. Muğan düzü. Alqışlar. Düzdür. Diqqət. Coğrafiya mövzusunda ikinci sualımız. Xəzər dənizinin Respublikamıza aid olan hissəsində hansı körfəzlər var? Vaxt getdi. Vaxt getməsin. Vaxt getməsin. Qızılağac körfəzi, bir də Bakı buxtası. Qızılağac və Bakı Bakı buxtası. Düzdür. Coğrafiya mövzusunda üçüncü, sonuncu sualımızdır. Yaxşıdır. Diqqət. Azərbaycanın qərb sərhəddi boyunca uzanan bu dağ silsiləsi Göyçə gölü ilə Kür hövzəsi arasında su ayrıcı rolunu oynayır. Ən hündür zirvəsi Qaraarxac. Qaraarxac. Ən hündür zirvəsi 3062 metr olan bu dağ silsiləsi hansıdır? Vaxt getdi. İki dənədir orada yan-yana Şahdağ silsiləsi var. Beləlik son qərar Şahdağ silsiləsi. Şahdağ silsiləsi. Bəli. Deyirik, Bəli. təsdiqləyirik, düzdür. Şahdağ silsiləsi. Beləliklə biz coğrafiya mövzusunda yekunlaşdırdıq Samir. Bu artıq uğurlu addımdır. Üçüncü, sonuncu mövzunun seçimimiz Dil və ədəbiyyat. dil və ədəbiyyat mövzusu ilə biz Samirlə oyunumuzu davam etdiririk. Gah külək, gah da yağan qar məni irəliləməyə qoymurdu cümləsində həm cins mübtədalar bağlayıcının hansı növü ilə əlaqələndirilmişdir? Sual aydındır. Vaxt getdi.
İştirak bağlayıcıları. İştirak. Bəli. Deyirik. Bəli. Düzdür. Samir, vəziyyət heç də pis deyil. Diqqət. Özündən əvvəl gələn cümlə üzvünün mənasını aydınlaşdıran, konkretləşdirən sözə və ya söz birləşməsinə nə deyilir? Vaxt getdi. Cümlə üzvünün əlavəsi. Cümlə üzvlərinin əlavəsi. Düzdür. Belə. Samir, sonuncu sualdayıq. Bu suala düzgün cavab səni artıq finala aparır. Diqqət. Ana dilimizdə ilk rübai yazan sənətkar kim olub? Vaxt getdi. Yəni, rübai sözü aldatmasın. Rübai deyəndə ilk gözümüzün qabağına gələnlər var, bilirəm. Qazi Bürhanəddin. Qazi Bürhanəddin dedin, Bəli. təsdiq elədik. Bəli. Və afərinlər, tamamilə doğrudur. Qazi Bürhanəddin, təbrik edirəm. Təbrik edirəm. Sağ ol. Ay, çox həyəcanlıdır. Əli buz kimidir, uğurlarım. Afərin, çox yaxşı gəldin. Alqışlayırıq. Alqışlayırıq. Niyə görə? Artıq heç bir köməyi yox idi. Birinci mövzudan sonra cəsarətlə və bu göstərir onu ki, o, bura yarışmaya sadəcə qatılmayıb, sadəcə əli boş qayıtmağa gəlməyib. Uğurlar və hər birinizə gözəl oyun arzulayıram. Diqqət, sizlərlə sən növbəti seçim turuna başlayırıq. Diqqət. Azərbaycan Respublikasının ucqar cənubunda, bu dəfə cənubunda yerləşən inzibati rayonumuz hansıdır? Vaxt getdi. Vaxt getdi. Sultan Əzimov. Mənim fikrimcə bu Astara rayonudur. Astara, tamamilə doğrudur. Astara. Düzdür və Sultan Əzimov bilik yarışında intellekt savaşında. Yolumuz Astaradandır. Azərbaycanın ən gözəl bölgələrindən biri də Astaradır təbii. Bax. Sultan, Astaraya kiçik qiyabi səyahət elədik. Belə bölgələrimizə ümumiyyətlə nə vaxt imkanınız oldu, getmək şansını əldən buraxmayın. Gedin, gəzin, baxın. Daha çox sevəcəksiniz onda. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Buyur. Mən Əzimov Sultan, Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin 1-ci kurs tələbəsiyəm. Aha, birinci kurs. Boş vaxtlarımda adətən bədii ədəbiyyat oxumağı sevirəm ki, burada dedektiv janrı daha çox üstünlük təşkil edir. Çingiz Abdullayevin əsərlərinə də önəm verirəm və xariclərdən Sherlock Holmes'la bağlı olan əsərlər, Arthur Conan Doyle'ın əsərlərini oxuyuram. Bundan əlavə həm də bir şahmatçıyam, idman ustalığına namizədəm. Vaxt olduqca yarışlara gedirəm. Bu yaxınlar üçün universitetlər arası yarışmada bizim universitet qalib olmuşdu. Həmin komandanın üzvü idim. Və internetdən istifadə edirəm, amma o qədər də çox vaxtımı aparmır. Uğurlar arzulayıram bütün başlanğıclarında. Conan Doyle başqa var? Başqa da yəni, ədəbiyyatdan istifadə edirəm. Məsəl üçün Pushkin əsərlərini oxumuşam. Orxan Pamukun Nobel mükafatı aldığı Mənim adım Qırmızı əsərini oxumuşam. Dərsliklə bağlı tarixçi olduğum üçün bizdə əsasən kitablarda yazılan materiallar bizi qane eləmir. Daim əlavə ədəbiyyatlar axtarmaq məcburiyyətinə qalırıq. Daha çox fars dili mənbələri, ərəb dili mənbələri olduğundan o yerimdə də oxuyuram, lakin tərcümə ilə. Dili bilmədiyimə görə. Çox gözəl uğurlar arzulayırıq. Məsələn, Pushkin deyirsən oxudun, Pushkinin povestləri də var, yaxşı povestləri də var. Dubrovski'dir, Kapitan qızı. Dubrovski'ni oxumuşam. Kapitan qızı çox maraqlı əsərlər var. Belə, şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Buyur. Dil və ədəbiyyat, tarix, etnografiya, mədəniyyət, incəsənət, coğrafiya və ümumi mövzu. İlk mövzu tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Sultanla oyunumuzu başlayırıq.
11-ci əsrdə Şəddadilərin ittifaqa girdikləri Tiflis müsəlman əmirliyini hansı sülalə idarə edirdi? Vaxt getməsin. Cəfərlər sülaləsi. Cəfərlər, düzdür. Tarix və etnografiya mövzusunda növbəti sualımız, ikinci sualımız. 18-ci əsr İtalyan səyyahı Piero de Valle bu şəhəri Azərbaycan Venesiyası adlandırmışdır. Bu hansı şəhərimizdir? Vaxt getdi. Ərdəbil. Ərdəbil, düzdür. Ərdəbil. Görürsünüz, ən maraqlı detal budur ki, 18-ci əsrdə gəlmiş səyyah Azərbaycanın Venesiyası deyib ora. Başqa dövlətin Venesiyası deməyib Ərdəbilə. Yəni, Azərbaycanın Venesiyası. Bəli, 1221-ci ilin əvvəllərində Cəbə və Subutayın başçılıq etdiyi Monqol ordusunun Azərbaycana yenidən hücumu zamanı Təbriz şəhərini xəraz verərək dağıntıdan qoruyan Təbriz hakimi kim idi? Vaxt getməsin. Vaxt getməsin. Əgər səhv yadımda qalmayıbsa, Şəmsəddin Toğrayı olmalıdır. Şəmsəddin Toğrayı, düzdür. Belə. Beləliklə, biz tarix və etnografiya mövzusunu yekunlaşdırdıq. Sultan, mövzu seçin buyur. Olsun dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Sultanla oyunumuzu davam etdiririk. Müəllim təzə şagirddən, Anardan çox razı qaldı. Burada hansı cümlə üzvünün əlavəsi vardır? Tamamlıqdan. Tamamlığı. Tamamlıq. Vaxt getməsin. Xeyr. Alqışlar, düzdür. Diqqət. Terminlərə başqa cür necə deyilir? Vaxt getməsin. İxtisas sözləri ola bilər. Beləliklə, İxtisas sözləri, düzdür. Diqqət. Hüseyn Cavidin 1914-cü ildə faciə janrında yazdığı əsəri hansıdır? Vaxt Getsin. 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 Yəni bu faciə, mənzum faciə janrında əsasını qoyub bu əsərlə çox böyük əsərdir. Səhv etməmsə Şeyx Sənam faciəsi olmalıdır. Şeyx Sənam, düzdür, tamamilə doğrudur. Belə, biz dil və ədəbiyyat mövzusunda qəhrəmancasına yekunlaşdırdıq. Mövzunu dəyişməliyik, buyur. Olsun ümumi mövzu. Ümumi mövzu, maraqlı seçimdir. Dəyişiklik. Maraqlı seçimdir. Diqqət, ümumi mövzu ilə biz Sultanla oyunumuzu məmnuniyyətlə davam etdiririk. Dekorativ tətbiqi sənətə el arasında nə deyilir? Dekorativ tətbiqi sənət. Vaxt getdi. Yəni sualın əsas məğzi, əsas canı o el arasında necə adlandırılır? El arasında olduğu. İki köməyim var. Köməkdən istifadə edək. Bəli. Buyur, kim kömək edə bilər? Rızayev Əmrah, 42 saylı tam orta məktəb. Rızayev Əmrah, mən sizi tanıyıram. Bəli, görüşmüşük biz səninlə oyunlarda. Buyur. Mən 9-cu sinif. Mənim fikriniz bu xalq sənətidir. Xalq sənəti. Bəli. Aha, belə bir variant səsləndirdi. Əmrah, xalq sənəti deyirlərmiş, deyir. Əmrahın düşüncəsinə görə bunu qəbul etmək, etməmək sən... Edirik, qəbul edirəm. Qəbul edirik. Bəli. Belə bir ifadə də var, deyirlər xalq sənəti inciləri. Bu xalçaçılığa da aiddir, duluzçılığa da, hər şeyə. Alqışlar tamamilə doğrudur. Yəni ona görə dedim ki, ümumi mövzuda belə maraqlı, bəzən belə gözlənilməz, diqqət tələb eləyən, xüsusi müşahidə tələb eləyən suallar var. Belə, düzdür. Diqqət. Arxa hissəsində 1, yəni alt hissəsini nəzərə tutulur.
baş barmağın yanında. Arxa hissəsində 1, üzərində 8 dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli, milli musiqi alətimiz hansıdır? Vaxt getdi. Belə ki, bir köməyin var. Kömək. Nə gözəldir, zal bilir. Buyur, ses kim kömək eləyəcək? Sülhəddin kömək eləsin. Sülhəddin Ələsov. Sülhəddin Ələsov bizim intellektualımızdır. O artıq sığortalanmış cavablar verən o intellektualımızdır. Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası 2-ci kurs. Fikrimcə bu balaban aləti. Balaban deyirsən. Bax, Sülhəddin belə bir variant səsləndirdi. Balaban dedi. Bunu qəbul etmək, etməmək. Razıyam. Razıyım. Balaban, bəli. Balaban. Aşağıda çox həzin və hətta yəni bayatlarda da var belə bir variant var ki, əzizim balabanı, asta çal balabanı. Yəni dərdli, xüsusən bayatlarda hamının balası gəldi, bəs mənim balabanı. Yəni nənələrimiz, analarımız balaban musiqisi üstündə bayatlarda qoşublar və alqışlar hər ikinizə düzdür. Balaban! Diqqət. Biz sonuncu sualdayıq. Bunu tapacaqsan. Çünki hiss edirəm məlumatlısan, gerçək intellektualsan, doğrudan deyirəm. Bunu sən özün fəhmlə tapacaqsan. Artıq niyə deyirəm? Köməyin yoxdur, ona görə deyirəm. Diqqət. Ərəbcə Əmirül-Bəhir, yəni dəniz əmiri sözündən götürülən hərbi dəniz rütbəsi hansıdır? Vaxt getdi. Admiral, yoxsa yox? Beləliklə, son variant. Admiral da qalsın. Admiral qalsın. Qalsın. Ona görə demişdim, təxmini cavablar verməyin, tələsik, intuitiv cavablar verməyin, ölçün, biçin, fikirləşin, amma gələcək üçün. İndi isə düzdür. Admiral, tamamilə doğrudur. Təbrik edirəm. Təbrik edirəm, finaldasan və finalda uğurlar arzulayıram. Alqışlarla yola salırıq sultanım. Diqqət, sizlərlə sən növbəti seçim turuna başlayırıq. Diqqət, Azərbaycan Respublikasının Ucqar qərbində yerləşən inzibati rayonumuz hansıdır? Vaxt getdi. Gülnaz xanım, nəhayət alındı. Sədərək rayonu. Sədərək dediniz. 100% əminsiniz, yoxsa tərəddüdlə? Düzdür, tamamilə doğrudur. Yolumuz Sədərəkdəndir. Baxaq görək Sədərəkdə nə kimi yeniliklər var. Gülnaz xanım, Sədərəyə kiçik qiyabi səyahət elədik. Yeni tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyur. Mən Quliyeva Gülnaz, 1992-ci ildə Ağstafa rayonundan olmuşam. Ağstafa rayon Texnik Humanitar Təmayüllü liseyin məzunuyam və hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Pedaqoji Universitetdə. Bəs necə Coğrafiya Fakültəsi? Ağstafa, Qazax, adətən şairlər göndərir bura. Böyük daha şairlər. Ondan əlavə coğrafiyası da zəngindir. Coğrafiyası. Şeir yazsan ümumiyyətlə? Yox. Hələ şeir Hələ yazmağa coğrafiyanı səbəb hələ gəlməyir. Coğrafiyanın daha çox maraqlısın. Uğurlar arzulayıram. Çox sağ olun. Şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən və 2 köməyin olacaq. Mövzularımız aydındır. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçim? Coğrafiya. Coğrafiya mövzusu, təbii, coğrafiya. Coğrafiya mövzusu ilə biz Gülnaz xanımla oyunumuzu başlayırıq.
Qusar maylı düzənliyi, Samur dəvəsi ovalığı və Şollar düzü hansı tektonik zonada yerləşir? Hansı tektonik zonada yerləşir? Ön Qafqaz tektonik zonası. Ön Qafqaz tektonik çökməsi zonası. Düzdür. Respublikamızın dağlıq ərazilərində hansı süxurlar yayılıb? Dağlıq ərazisində. Maqmatik və metamorfik süxurlar. Düzdür, tamamilə doğrudur. Təbii, coğrafi fakültəsinin tələbəsi. Coğrafi mövzusunda 3-cü sonuncu sualımız. Diqqət. Bu hava kütlələri Qara və Barents dənizi üzərində formalaşır. İlin soyuq dövründə Azərbaycan ərazisinə daxil olan bu hava kütlələri temperaturun aşağı düşməsinə, yağıntıların artmasına səbəb olur. Bu hansı hava kütlələridir? Kontinental Arktik hava kütlələri. Kontinental Arktik hava kütlələri düzdür. Diqqət. Mövzunu dəyişməliyik. Gülnaz xanım buyurun. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə Gülnaz xanımla oyunumuzu davam etdiririk. Diqqət. Azərbaycanın şimal və cənub torpaqlarını birləşdirmiş ilk vahid dövlət hansı olmuşdur? Vaxt getdi. Vaxtı saxlayırıq. Vaxt saxlayırıq. Sacilər dövləti. Sacilər dövləti, düzdür. Diqqət. 19-cu əsrdə Cənubi Azərbaycanda dövlət torpaqları necə adlanırdı? Vaxt. Dövlətin torpaqları necə adlanırdı? Vaxt getdi. Köməkdən, buyur, seç, bax. Gör nə qədər. Xanımlardan da... Sülhəddin. Sülhəddin. Tanışdı. Və arkada xanım da əl qaldırmışdı. İstifadə eləyin qızlardan. Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası. Fikrimcə bu xalisədir. Xalisə deyir. Bax, Sülhəddin belə bir variant səsləndirdi. Xalisə. Qəbul edirəm. Qəbul edirik. Xalis, əsas. Bəli. Düzdür, tamamilə doğrudur. Xalisə. Xalisə. Diqqət. 1797-ci il iyulun 4-də Ağa Məhəmməd Şah Qacara qarşı təşkil edilmiş sui-qəsdin təşkilində Batman Qılınc ləqəbli bu şəxsin xüsusi rolu olmuşdur. Batman Qılınc. Bu şəxs kimdir? Vaxt getsinmi? Getdi. Yəni, çox güclü adam olduğuna görə Batman Qılınc ləqəbi veriblər. Qılıncı Batmanla. Köməkdən istifadə edirəm. Köməkdən istifadə edirik. Kim kömək eləyəcək? Buyur, seç. Çoxdur kömək eləmək istəyən. Nə gözəldir ki, gənclərimiz. Sülhəddinə müraciət edirəm. Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası. Fikrimcə bu Məhəmməd bəy Cavanşir. Bir müddət Qarabağ xanlığı olur. Sonradan İbrahim Mixail xanım gəldikdən sonra hakimiyyətdən uzaqlaşdırılır. Məhəmməd bəy Cavanşir deyir. Bax, belə bir variant. Qəbul edirəm. Batman Qılınc ləqəbli Məhəmməd bəy Cavanşir tamamilə doğrudur. Bəli. Alqışlar düzdür. Bəli. Bu da çox böyük, güclü tarixi şəxsiyyətdir. Belə. Biz tarix mövzusunu yekunlaşdırdıq. Gülnaz xanım. Belə, mövzunu dəyişməliyik, buyurun. Ümumi. Ümumi mövzu. Ümumi mövzu ilə biz Gülnaz xanımla oyunumuzu davam etdiririk. Qədimdə hökmdarın fərmanını uca səslə cəmaata çatdıran şəxsə nə deyirdilər? Vaxt getdi.
Darçı, bəli, düzdür. Diqqət. Gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşə necə adlanır? Dulusçuluq. Dulusçuluq, düzdür. Ümumi mövzuda sonuncu sualımız. Diqqət. Bu idmançımızın 7 qat dünya, 6 qat Avropa çempionu və Dünya Kubokunun qalibi kimi yüksək nəticələri vardır. Dünya rekordçusu olan sambo ulduzu kimi tanınan bu idmançımız kimdir? 7 qat dünya, 6 qat Avropa çempionu. Vaxt getdi. Ceyhun Məmmədov. Alqışlar tamamilə doğrudur. Ceyhun Məmmədov. Aferin, beş kız. Gözəl, çox gözəl. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Varvara su ambarı hansı inzibati rayonumuzun ərazisində yerləşir? Vaxt getdi. Vaxt getdi. Ayaz bütün düymələri sındırdı. Axır istədiyinə çatdı. Mənim fikrimcə Yevlax. Yevlax, düzdür, tamamilə doğrudur. Yevlax. Ayaz Tomuyev, bilik yarışında intellekt savaşında. Yolumuz Yevlaxdandır. Ayaz, Yevlaxda da doğrudan çox möhtəşəm işlər görürük. Xüsusilə Kür boyu gözəl bir bulvar salınıb. Azərbaycan televiziyasında yəqin izlədiniz, orada olmayanlar izləyiblər. Baxıblar, çox gözəl bir böyük bir ərazidə bulvar salınıb. Ümumiyyətlə, şəhər çox gözəlləşib, abadlaşıb. Baxaq. Belə, Ayaz, Yevlağa kiçik qiyab səyahət elədik. Şimdi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Buyur. Mən Ayaz Tomuyev, Qafqaz Universitetinin Dünya İqtisadiyyatı Fakültəsində təhsil alıram. Birinci kurs tələbəsiyəm. Birinci kurs, aha. Boş vaxtlarımda internetdə məlumatlar oxumağı xoşlayıram. Özüm futbolla maraqlanıram. Belə, uğurlar arzulayıram. Sağ olsun. Uğurlar arzulayıram, Ayaz. 5 mövzuda 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Buyur. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Ayazla oyunumuzu başlayırıq. Xəzərin ən duzlu hissəsi cənub-şərqidir. Bəs bunun səbəbi nədir? Vaxt getdi. Cənub-şərqi ən duzlu hissədir. Fikrimcə cənub-şərqdən heç bir çay tökülmür ora. Heç bir çay tökülmür. Düzdür, tamamilə doğrudur. Yəni, heç bir şirin su ora qarışmır deyə ən duzlu hissəsidir, bəli. Növbəti sualımız. Mingəçevir su ambarından Bəhramtəpə su qovşağına qədər uzanan bu kanal vasitəsilə Mil və Qarabağ düzlərinin böyük bir hissəsi suvarılır. Bu su kanalı hansıdır? Vaxt getdi. Köməmə istifadə eləmək istəyirəm. Buyur. Qorqud İsrafilzadə çağır. Buyur, gəlir əli.
İsrafizadə Qorqud, Qafqaz Universitetinin 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu Yuxarı Qarabağ kanalıdır. Yuxarı Qarabağ kanalı Bəli. deyirsən. Qorqud oldu adım. Ne gözəl adım var. Qorqud. Bax Qorqud belə bir variant səsləndirdi. Yuxarı Qəbul Qarabağ. edirəm, qəbul. Sənin də yadına düşdü. Yuxarı Qarabağ. Alqışlar tamamilə doğrudur. Diqqət. Müvafiq olaraq Mucuq və Afurca şəlalələri hansı çayların üzərində yerləşir? Vaxt getdi. Dəmiraparan çay və Vəlvələ çay. Belə. Dəmiraparan və Vəlvələ çayları. Düzdür. Coğrafiya mövzusunu yekunlaşdırdıq. Mövzunu dəyişməliyik. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Ayazla oyunumuzu davam etdiririk. Frazeoloji birləşmələr başqa cür necə adlanır? Vaxt getdi. Köməkdən istifadə eləmək istəyirəm. Buyur. Seç. Fərqi yoxdur, bir nəfər desin. Buyur, gəl irəli. Rızayev Əmrah, 42 saylı tam orta məktəb 9-cu sinif. Mənim fikrimcə bu sabit söz birləşmələri. Sabit söz birləşmələri. Dedi, yada düşdü. Qəbul edirsən? Qəbul edirəm. Alqışlar düzdür, Əmrah'a da sənə də. Tamamilə doğrudur. Sabit söz birləşmələri deyilir başqa cür buna. Növbəti sualımız dil və ədəbiyyat mövzusunda ikinci sualımız. Diqqət, bu da Azərbaycan dilinin qrammatikasına aiddir. Əgər yağış yağsa, sabahki ekskursiyamız təxirə salınacaq. Cümlədə feilin hansı şəklindən istifadə olunub? Şərt şəkli. Düzdür, tamamilə doğrudur. Şərt şəkli, mənim. Ayaz, dil və ədəbiyyat mövzusunda üçüncü, sonuncu sualımız. Diqqət. Qadın surətini ilk dəfə tarixi dramın qəhrəmanı seçmiş dramaturqumuz, sənətkarımız kimdir və bu onun hansı əsəridir? Vaxt getdi. Sual aydındır. Qadın surətini tarixi qəhrəman kimi səhnəyə gətirmiş, yəni sadə dillə desək, dramaturqumuz, sənətkarımız kimdir və onun hansı əsəridir? İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsəri. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan tamamilə doğrudur, bəli. Bəli, bu tanınmış məşhur dramaturqumuzun, böyük dramaturqumuzun belə bir əsəri olub və Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub, sonra dəfələrlə təkrar olunub digər teatrlarımızda da. Belə, Xurşudbanu Natəvan, düzdür. Beləliklə biz dil və ədəbiyyat mövzusunu yekunlaşdırdıq, mövzunu dəyişməliyik. Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya mövzusu ilə biz Ayazla oyunumuzu davam etdiririk. 1803-cü ilin martında baş vermiş bu döyüşdə Rusların və Gürcülərin birləşmiş qüvvələri Carlıların güclü müqavimətinə baxmayaraq Balakəni ələ keçirdilər. Bu hansı döyüş idi? Vaxt getdi. Qanıq çayı sahilində döyüş. Qanıq çayı sahilində döyüş. Qanıq həmin Alazan çayıdır. Alazan çayı. Düzdür, tamamilə doğrudur. Qanıq çayı sahilində döyüş. Bəli, orada da o ərazimizdə də çox qanlı döyüşlər olub, çox igid insanlar olublar və ən böyük müqaviməti Ruslara məhz Zaqatala, Balakən, Qax o zonada çox döyüşlər, çox vuruşlar olub onlara qarşı. Belə. Diqqət. Səfəvilər dövlətində natural şəkildə ödənilən və məhsulun 6-da 1-ni
təşkil edən vergi hansı idi? Vaxt getsin. Yox, malcəhət. Malcəhət. Düzdür, tamamilə doğrudur. Belə, Ayaz, köməksiz olmasına baxmayaraq yaxşıdır. Bu gün çox maraqlıdır ki, intellektuallarımız köməklərini itirəndən sonra daha yaxşı oynamağa başlayıblar. Belə, sonuncu sualdayıq. Bu sual artıq səni finala aparar. 16-17-ci əsrdə yaşamış bu şəxs, dövrünün görkəmli filosofu, rəssamı və təzkirəçisi olmuşdur. Onun Azərbaycan dilində yazdığı Təzkire-i Məcmuül Xəvvas, yəni seçilmişlər təzkirəsi adlı təzkirəsində bir çox şairlər haqqında məlumat verilir. 16-17-ci əsrdə yaşamış bu şəxs, bu görkəmli miniatür ustası kimdir? Sual aydındır. Vaxt getdi. 16-17-ci əsrdə öz təzkirəsində çox şairlərimiz haqqında məlumat verir. Təbii özündən əvvəlki şairlər haqqında. Sadıq bəy Əfşar. Sadıq bəy Əfşar dedin, təsdiqlədik və bu cavab səni də finala apardı. Finaldasan. Sadıq bəy Əfşar. Təbrik edirəm, finaldasan və alqışlarla yola salırıq. Təəssüf edirəm ki, bəzi intellektuallarımıza növbət çatmadı. Onlar heç cür düymə məsələsində qabaqlaya bilmədilər, amma yəni bura çıxan oyuncularımız da axıra qədər oynadılar. Gördüyünüz kimi maraqlı oyuncularımız vardı. Artıq 4 nəfərimiz bizim iştirak edir və 4'ü də finala çıxdı. Bu da qürur verir. Gerçəkdən özünüzü alqışlayın. Və sizin hər birinizə uğurlar arzulayıram. Biz sizlərlə artıq finaldayıq. Beləliklə, final. İntellektuallarımızsa təbii Gülnaz xanım Quliyeva, Ayaz Tomuyev, Soltan Əzimov və Samir Babayev. Hər 4'ünüzə uğurlar arzulayıram. Şərtlərimiz də həmin kimidir. Yenə də sualı səsləndirirəm, vaxt getdi deyirəm. Siqnal, zil səsdən sonra qarşınızdakı düyməni basırsınız. Diqqət! O, 1878-ci ildə Tiflisdə anadan olmuş. 1931-ci ildə isə Bakıda vəfat etmişdir. Birinci Dünya Müharibəsinin iştirakçısı olmuşdur. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən və ilk ali təhsilli Azərbaycanlı qadındır. O, həmçinin ilk Azərbaycanlı şəfqət bacısı olmuşdur. Bu xanım 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı Qırmızı Xaç adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilən bu xanım kim olmuşdur? Mən bir balaca elə-belə ipucu da verim. Bu böyük şairimiz Molla Vəli Vidadinin qız nəvəsi olub. Vaxt getdi. Ayaz dərin fikir içərisində mikrofonu götürdü. Bir variantım var. Hənifə xanım Tereşqulova. Kim? Hənifə xanım Tereşqulova. Soyadı dəqiq deyə bilməyəcəm. Belə, təəssüf. Ayaz artıq iştirak eləmir. Vaxt getdi. Vaxt getdi. Darıxmayın da. Gülnaz xanım. Yeganə Şıxlinski. Kim? Yeganə Şıxlinski. Yeganə Şıxlinskaya dediniz. Təəssüf. Artıq oyun 2 nəfər arasında gedir. Soltan və Samir arasında gedir. Diqqət. Vaxt getdi. Vaxt getdi. Soltan yenə də inamsız da olsa düyməni bastı və hansısa variantı səsləndirəcək. Ad yadımdadır, sadəcə darıqsı dilimin ucundadır, belə deyim. Tam yadıma düşmür, amma familiyanın soyadı Şıxlinskaya yox, Şahtaxtinskaya fikirləşirdim, amma... Şahtaxtinskaya fikirləşirdim, buyur.
Şəfiqə xanım Şahtaxtinskaya deyir. Şəfiqə xanım Şahtaxtinskaya deyirsən. Ha. Aydın. Sonuncu variant. Burada düymə basmaq lazım deyil. Samir, artıq sən öz variantını səsləndirirsən. Heç bir variant yoxdur. Təəssüf. Xanım isə Nigar xanım Şıxlinskaya idi. Çox məşhur insandır. Nigar xanım Şıxlinskaya. Diqqətli olun. Son variantdır. Bu şair Azərbaycan ədəbiyyatının ən görkəmli və parlaq simalarındandır. Onun yaradıcılığı bütün zamanlar üçün aktual olmuşdur. Dövrünün haqsızlıqlarına qarşı həmişə kəskin tənqidi qələmi ilə mübarizə aparmışdır. Şair xəstələndiyi zaman onu əməliyyat eləmək istəyən həkimlərə mən partmanat deyiləm ki, açıb mənə baxasız, sonra yenə bağlayasız deyə əməliyyatdan imtina etmişdir. İcazə verməmişdir. Bu böyük dahi sənətkar ölməz şairimiz kimdir? Vaxt getdi. Vaxt getdi və Soltan Əzimov. Son şans, da bundan oyna yoxdur. Mirzə Ələkbər Sabir. O nə deməkdir? O birisi nə deməkdir? Yox, Mirzə Ələkbər Sabirdən əvvəlki sözlərə deməkdir ki, onu başa düşmədim. Deyim da son dəfə cəhd edirəm birinci olaraq. Son dəfə cəhd edirik. Ümumiyyətlə, hamı son dəfə cəhd edirsiniz. Digər iştirakçılarımızın variantları, başqa variantları var, yoxsa? Başqa variant yox idi. Yəni, mən partmanat deyiləm ki, mənim qarnımı yarıb baxasız, sonra yenidən tikəsiz deyəm. Şairi siz tanımırsınız, amma şeirlərini səsləndirsəz təbii tanıyardınız. Və mən ona görə demişdim, diqqətli olun. Final sualında xüsusi diqqətli olmaq lazım idi ki, sonradan ay, gərək belə deməyədim, gərək belə deyədim, deməyəsiz. Düzgün cavabı isə bu sonda artıq, bu sonuncudur. Düzgün cavabı isə Mirzə Ələkbər Sabir idi. Soltan Əzimov. Soltan Əzimov. Bizim bugünkü intellektual oyunumuzun qalibi. Təbrik edirəm. Finalda qalib gəldin. Bu, mən Azərbaycanlıyam intellektual oyununun qalibi. Fəxri Fərman artıq sənindir. Bu, kompüter artıq sənindir. Və ən əsası, tamaşaçılarımızın, çox milyonlu tamaşaçılarımızın sevərək baxan gözləri, simpatisi və rəğbəti və zalımızın alqışları sənindir. Alqışlayırıq və uğurlar arzulayıram. Soltan, bir də bu uğur münasibətini təbrik edirik. Bütün başlanğıclarında uğurlar arzulayırıq və yəqin ki, ürək sözlərin varsa əgər, varsa buyur. Mən ilk öncə mənə bu şərait yaratdığına görə başlarımız məmnunluqla yaradıcı heyətə təşəkkürümü bildirmək istəyirəm. Mənə tanıyan hər kəs indi inşallah daha da yaxşı tanıyacaqlar. Xüsusən Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin müəllim heyəti, tələbələri, nəinki bu tarix, bütün Bakı Dövlətə öz təşəkkürümü bildirirəm. Öz salamlarımı göndərirəm hər kəsə. İnşallah qatılın, siz də qalib olun. Sağ ol, sağ ol. Soltan, biz də fəxrlə deyirik ki, biz fəxr edirik ki, Azərbaycanın belə gəncliyi var və alqışlarla yola salırıq və biz fəxr edirik ki, belə Azərbaycanlılarımız var. Hər biriniz gerçək intellektuallardınız və gözəl yarışdınız da bugün. Uğurlar hər birinizə. Var olsun Azərbaycan gəncliyi və hər addımda bütün başlanğıclarınızda qoy uğurlar sizlə olsun. Sağ olun. Kalbimde